Salam dostlar. Sizə antitrustlar haqqında kiçik bir məlumat vermək istəyirdim. Deməli, bu gördüyünüz antitrust L144-dür və L serisinin bir növüdür. L serisinin yəni çox növləri var. Deməli, bu antitrustlar mirni balıqlarla yaşayır, mirni balıqlarla saxlanılır. Erkəklərinin buğu olur, dişlərinin buğu olmur. Yetkinliyə hardasa 7,5-8 santimlığında başlayır. Yəni hardasa 1 yaş olanda erkəklərdə bığcıqlar çıxır burun hissəsinə qədər. Dişilərdə isə olmur. Dişilər daha çox yaşlaşdığı zaman, yəni qocaldığı zaman artıq ağız qıraqlarında ancaq tükcük kimi bığcıqlar olur. Və belə deyək, bu balıqlar küpə yumurta qoyur. Ona görə də küp qoymalısınız akvariuma. Və erkək birinci küpü tutaraq küpü təmizləyir. Dişi əgər hazırdırsa küpün üzərinə, yan hissəsinə, yaxınlığında gəzir hər zaman. Əgər erkək hazır deyilsə, yəni əgər küpü təmizləməyibsə tam dişini buraxmır. Əgər küp artıq təmizlənibsə və erkək də hazırdırsa dişini külləmək üçün küpə buraxır. Dişi isə kürünü tökdükdən sonra erkək onu qovur və erkək balalar çıxana qədər kürünün üzərində qalır. Balalar hardasa 5-6 günə kürüdən çıxır və hardasa yenə də 5 günə qədər artıq qarın hissələrindəki yumurtaları yeyəndən sonra artıq yemə də düşürlər. Yenə də məlumat almaq istəsəniz, qısaca məlumatlar sizə verə bilərəm bu balıq haqqında. Kimə nə məlumat lazımdırsa. Təşəkkürlər, çox sağ olun.